Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. 2 gün ərzində oynaq ağrılarından, revmatizmadan çox insan şikayət edir. Ən çox da sümük ağrılarından. Hər kimdə ki oynaq ağrıları varsa, ombasında ağrı varsa, belində ağrı varsa, oynaqlarda ağrı varsa, revmatizmadan əziyyət çəkən insan varsa, sümük ağrılarından əziyyət çəkən varsa, diqqətlə qulaq assın. Bunu Ukraynalı bir gözəl bir mütəxəssisimiz, adını demirəm, çünki heç adı yadımda deyil, çoxdandan paylaşmışdı və mən də bunu götürmüşdüm və çox insanlara da ki, məsləhət görmüşdüm. Xeyrini görən demək olar ki, 95% insanlar zəng vurub təşəkkürünü bildirmişdi. Çox həqiqətən xeyirli, təbii bir reseptdir. Adam insan elə o reseptin tərkibinə baxır, fikirləşir, deyir, bəli, ola bilər, %100 təsir göstərə bilər. 2 dənə baş soğan, təmiz onun qabığını soyandan sonra ət maşını çəkirsiniz, tökürsünüz qaba. Elə bir qab qoyun ki, soğanın suyu itkiyə getməsin. 5 dənə diş sarımsaq. Ezib qarışdırırsınız o çəkdiyiniz soğanı. 2 böyük qaşıq təmiz bal, 1 böyük qaşıq yumurtanın qabığının tozu. Yumurtanın qabığını qurudun, un kimi elin, qarışdırın ona. 1 böyük qaşıq da təmiz zeytun yağı. Qəşəng qarışdırırsan, yığ onu bankaya. 1 böyük qaşıq səhər ac qarnına yeyirsən, 1 böyük qaşıq axşam yatanda. Bu resepti 25 gün ərzində eləyirsən. Qutardı, yenə həmən qaydada düzəlt. 25 gün bu reseptdən istifadə elə. Allah səbəb eləsin. Oynaq ağrıları, ombasında ağrı olanlar, belində ağrı olanlar, sol qolu deyir ağrıyan insanlar, bax bu reseptdən istifadə eləyər. Kalsium çatışmamazlığı, dəmir çatışmamazlığı varsa istifadə edin, ağrınızdan qurtulun. Videodakı dəstək olun, ürək olun, səhifələrinizdə paylaşın ki, kasıb-küsub görsün, istifadə eləsin. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən mərcunumuz da var. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyindən əziyyət çəkənlər varsa, bu gözəl mərcunlardan zakaz eləyə bilər. Prostatın 1 nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gedəbəy dağ ballarına istəyənlər nömrəmə zəng vursun 055 939 54 77. Bal bu qədər ya, daha olmayacaq. Bir də mayda olacaq.